Yeni nəsil artıq başa düşməlidir ki, biz Rusiyaya bizim düşmənimizdir. İstəyir 16-cı əsr, istəyir 17-ci əsr, istəyir 18-ci əsr, istəyir 20-ci əsr, istəyir 21 və istəyir gələcəkdə 30-cu əsr. Və Rusiya birbaşa Azərbaycana açıq müharibə elan edə bilməz. 20 yanvarda etməyə cəhd etdi, cavabını aldı, getdi. Və sonra nə qədər cəhd elədi, cavabını aldı, getdi. Məsələ buradadır ki, burada televiziya kanalları və onların jurnalistikası, blogerlərimi deyək, incəsənət xadimlər deyək ki, bizim əleyhimizə danışacaqlar. Bu adi bir haldır, hər kəs bilir. Yəni Rusiyanın bizim əleyhimizə hansı bir deyək ki, nəsə bir sərt bir addım ola bilər ki, əslində Rusiyanın özü bizdən bugün asılı vəziyyətdədir. İqtisadi, çünki Azərbaycan olmasa və Azərbaycanın coğrafi mövqeyi olmasa Rusiya öz iqtisadiyyatını təmin edəməyəcək. Çünki Rusiya gəmilər, əgər lap İrandan mı, Mərkəzi Asiyadan hardasa belə alsa, yardım gəmilərlə gedir, hava məkanı Azərbaycandan gedir, quru yollar Azərbaycandan gəlib keçir. Rusiyanın Avropaya yolu Ukraynadan bağlıdır. Belarusiyada diktator ölkəsi olduğu üçün Belarusiyada heç kim əməkdaşlıq etmək istəmir. Bir dənə Rusiyanın Avropaya çıxışı Azərbaycandır. İranda da müharibədir və əvvəlki kimi Rusiyanın İran imkanları yoxdur. Çünki əvvəl Rusiya İran ərazisindən istifadə edirdi, İran yolu ilə istifadə edirdi, Hörmüz boğazından istifadə edirdi. Bugün orada da artıq qanlı müharibədir və quru yolda mümkün deyil. Yeganə çıxış yolu bizdir. Bizə Rusiya niyə edəcək ki? Heç nə edə bilməyəcəkdir. Yəni tamaşaçılar fikirləşməsin ki, Rusiya nəsə edə bilsəydi, Ukrayna edərdi. Ya İrana gedən yardım belə Azərbaycan üzərindən Bəli, hətta Rusiya vətəndaşlarının xilası da Azərbaycan vasitəsilə oldu. İrana gedən yardım da Azərbaycan vasitəsilə oldu.